Azərbaycanda rüşvət ləğv eləsən, xalq ayağa qalxar. Niyə? Git araşdır, gör nə qədər insan işi rüşvətlə keçir. Azərbaycan insanı rüşvətə vərdiş eləyir. Məsələn, həkimə getsən, sığortadır da, pulsuzdur. İnsan o həkimə pul verməyəndə elə bilir ona müalicəni səhv yazır. Pul vermədiyinə görə utanır. Yəni, vərdiş eləyib axı. Vərdiş eləyib. Ona görə də Aristotel deyir, vərdişlərinizi dəyişin, taleyinizi dəyişəcəksiniz. Biz yalana da vərdiş eləmişik. Biz, ümumiyyətlə, bizim nə mənfi, siqaretə vərdiş elədiyimiz kimi vərdiş eləmişik. İnsan inana bilmir ki, bu təcili yardım çağırmışsan, o 3-4 nəfər həkim əlində çamadan zat inana bilmir ki, o bunu həyatını xilas eləməyə gəlir. Onun düşüncəsi deyir ki, o pula gəlib. O elə baxır məsələyə ki, o bu pula gəlib, pula görə gəlib. Yəni, cəmiyyətdə insan üçün o qədər dəyəri yoxdur ki. Azərbaycan insanı çox acizdir, həqiqətən. Təsəvvür elə, bir dəfə Bayılda ev tikirdilər, dedi ki, bu icra hakimiyyətindən, bələdiyyədən zaten töküldülər, gəldilər ki, bu evi söküb qanunsuzdur. Nə qanunsuzdur? 5 metr o üzrə nətər olur? O ev tikən qanundur, bu qanunsuzdur. İndi pulu çatmayıb da. Ev tikən kişi bir sinəsini verdi irəli, əsdi, coşdu, hissləndi, qışqırdı, bağırdı, gördü, xeyri yoxdur, sökürlər. Sonra evin arvad irəli verdi, başından yaylı qaçdı, 2-3 quruq göydə fırladı, sonra yerə sərdi, qışqırdı, nalə xeyr olmadı. Axırda evin o oğlu gəldi. İcra hakimiyyətinə gələnlərə qaydasan ki, mən 2012-2013-cü illərdə cənab prezidentin sərəncamı ilə hərbi xidmətə gedib, cənab prezidentin sərəncamı ilə hərbi xidmətdən gəlmişəm. Bir də həm kədərləndim, həm də mən gülmək tutdu. Güya ölkədə hamı Tağı Əhmədovun sərəncamı ilə hərbi xidmətə gedib gəlib. Bir dənə bu cənab prezidentin sərəncamı ilə. Gör insan nə qədər acizdirsə, onun həyatında kürəyini söykəməyə bir şey olmuyor. O sözə kürəyini söykəyib danır. İnsan gör nə qədər acizdir. Və yaxud Azərbaycanda bir varlı bir adam, biznesmen, iş adamıdır. Məsələn, bir kasıbdır, nə bilim, zəng eləyib, mənim yanımda dəfələrlə olub, insanların içində çox olur. Məsələn, zəng eləyib, onun biznesmen qardaşı dünyasını dəyişib də. Zəng eləyib ona baş sağlığı vermək istəyir. Zəng eləyir, o da telefon götürmür. Zəng eləyir, götürmür. Axı ad boy verir. Zəng eləyir, götürmür. Zəng eləyir, götürmür. Ad boy verir. Bu bir də zəng. Niyə? Buna zəng elib deyəcək ki, qardaşını Allah rəhmət eləsin. Bu ona Allah rəhmət eləsin deməklə qardaşına xoşbəxt olur. Gör insan nə qədər acizdir, insan nə qədər və yaxud bayram təbrik. Sənin git lazımdır onun biznesmen qardaşının yasına getsən. Git özünə uyğun adamların qardaşının yasına get. Qoy onun da könlü xoş olsun. Sən də hörmətli ol. Sən o biznesmenin niyə bayramını təbrik eləməlisən? Bax, bu mesajı ona niyə yazmalısan? Git özünə uyğun adamların bayramını təbrik elə də. Baxın, onun qardaşın yasında sən nə ölümün qazıb ki, orada da özünə qarşı belə biganə ürəyin sınır, qəlb, arvadın var, uşağın var, ailən var, utanmırsan uşaqlar.